Birinci sinif ingilis dil dərsi Unit 2 Lesson 1. Yəni bölmə 2 dərs 1. Səhifə 14-ə baxırıq. Burada şəkildə ilk öncə görürük ki, müəyyən emosiyalarda olan qız şəkilləri var. Yəni bugünkü dərsimiz emosiyalara aid olacaq. İlk öncə mən sizə bu sözləri deyim. Siz biraz öyrənin, ondan sonra listeninqə qulaq asarıq ki, listeninqə qulaq asanda daha yaxşı başa düşəsiniz ki, burada söhbət nədən gedir, sözləri necə tələffüz etmək lazımdır və hansı söz hansı mənanı ifadə edir. Birinci qız görürsünüz ki, gülür, yəni xoşbəxtdir. Olacaq happy, happy, happy. İkinci sad, sad, kədərli. Üçüncü, sick, sick, xəstə deməkdir. Baxın, sick sözündə deməli sonda c, k var. Onları biz ikisini birlikdə k kimi səsləndiririk. Sick. Sonra dördüncü, mad, əsəbi, qəzəbli mənasını verir. Elə üzünə də baxanda onsuz görünür ki, yəni bu əsəbidir. Sonra beşinci, shy, utanmaq, utanqan, utancaq bu mənalar ifadə edir. Baxın bu sözə. S, h-yı 3 dənə hərf birləşib, yəni bunlar samitlərdir. Ancaq sait yoxdur. Olsun, biz bunu yenə oxuya bilirik. Olacaq shy, shy. Altıncı, scared, scared, qorxmuş. D, sondakı d-nı elə oxuyuruq ki, çox az, qulağa az gəlir. Ümumiyyətlə danışıqda, cümlə daxilində oxuduqda heç demək olar ki, hiss olunmur. Scared, scared. S, c birləşməsindəki c-də k kimi olacaq. Scared. Happy-də A hərfini ə kimi oxuyuruq. 2 p və 1 y, p səsini verir. Sad, A yenə ə kimi oxundu. Sick-i izah etdi. Mad, A hərfi ə kimi səslənir. Mad, mad. Gəlin indi listening-ə baxaq, dinləyək, görək burada nələrdən bəhs olunur. Then echo. Vocabulary. Vocabulary. Happy. Happy. Sad. Sad. Sick. Sick. Vocabulary. 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 Mad. Mad. Shy. Shy. Scared. Scared. Vocabulary. 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 Aha, listening-imiz Track 14. bitdi. Listen and Digəri sing. qalsın, Then ona birazdan act it qulaq out. asacağıq. La. Aha. Demək, bir daha oxuyaq sözləri. Görürsünüz, onsuz aşağıda da bizə deyir ki, qulaq as, sonra təkrarla. Happy, sad, sick, mad, shy, scared. Keçək indi ikinciyə. İkincidə nədir? Qızla oğlan görürsünüz ki, biri gülür, əylənir, digəri isə ağlayır. Burada da bir mahnı verilib. Mahnı üzərindən də baxacağıq. İlk öncə müəyyən cümlələrə baxaq. Are you happy? Are you happy? Sən xoşbəxtsən? Are you happy? Cavabında deyə bilərik hə ya da yox. Deyəcək ki, yes, I am. Bəli, mən xoşbəxtəm. Bir daha təkrarlamaq üçün happy sözünə ehtiyac yoxdur demək. Amma deyə bilərsiniz ki, yes, I am happy ya da qısaca yes, I am deyə bilərsiniz. Ya da xeyr, mən xoşbəxt deyiləm. No, I am not. No, I am not. Birinci dərsdən keçmişdik ki, I am hissəsini, mən hissəsini qısalda bilərik. Bu zaman I yazırıq,
apostrof qoyuruq, sonra M yazırıq. I am not. Mən xoşbəxt deyiləm deməkdir. İndi mahnıya qulaq asaq, sonra artıq mahnıda hansı sözlərdən danışılır, onlara baxarıq. Mahnımız track 14 olacaq. 14-cü dinləmə. Dinləyək. A-dee-da. Are you scared? No, I'm not. La-di-da, la-di-da. Are you happy? Yes, I am. La-di-da, la-di-da. Are you sick? No, I'm not. Boo-hoo-hoo, boo-hoo-hoo. Are you sad? Yes, I am. Boo-hoo-hoo, boo-hoo-hoo. Aha, mahnımız bitdi. La di da elə belə deyə ritim tutmaq üçün hecalardan ibarət sözdür, yəni bir mənası yoxdur. Oxuyaq. Are you scared? No, I am not. Sən qorxursan? Yox, qorxmuram. La di da, yenə qabağına 2 qoymuşam, yəni bu 2 dəfə təkrarlanır deməkdir. Are you happy? Are you happy? Sən xoşbəxtsən? Yes, I am. Bəli, mən xoşbəxtəm. Yenə la di da təkrarlanır. Are you sick? Are you sick? Sən xəstəsən? No, I am not. Xeyr, mən xəstə deyiləm. Bo ho ho, bo ho ho. Bu da 2 dəfə təkrarlanır. Are you sad? Are you sad? Sən qəmginsən? Yes, I am. Hə, mən qəmginəm. Yenə həmin hissə təkrarlanır. Bo ho ho, bo ho ho. Bu da emosiya bildirən bir ifadədir. Yenə heç bir məna, xüsusi məna bildirmir. İndi bunları dedik. İndi gəlin baxaq burada yenə sual verməyə və cavabına. Are you scared? Sən qorxursan? You sən deməkdir. Scared qorxmaqdır, qorxmuş. Ardakı you sözünə aid olan, yəni sən sözünə aid olan köməkçi, hərəkət bildirən sözdür. No, I am not. Mən qorxmuram. Görürsünüz, yenə burada am hissəsi qısaldılıb. Çünki bu danışığa aid olduğu üçün daha qısa, daha rahat deyə bilmək üçün onu qısaldırıq. No, I am not. No, I am not. Baxın belə. Are you sick? Are you sick? Sən xəstəsən? Görürsünüz? Are you sick? Sən xəstəsən? Sual cümləsidir. Hərəkət bildirən sözüm are keçib cümlənin əvvəlinə, qalanları isə olduğu kimi qalıb. Are you sad? Sən kədərlisən? Yenə are keçib əvvələ, çünki bu sual cümləsidir. Sual cümləsi quran zaman hərəkət bildirən söz keçir cümlənin əvvəlinə. Deyə bilərsiniz ki, bu cümlədə axı hərəkət yoxdur. Hərəkət nədir? Məsələn, qaçdım, gəldim, getdim, oxudum, yazdım, yedim, içdim, yatdım, durdum. Bunlar hərəkətdir. Ancaq ingilis dilində cümlə quranda mütləq orada hərəkət bildirən söz olmalıdır. Əgər bayaq sadaladığım kimi yedim, içdim, qaçdım, gəldim kimi sözlər yoxdursa, bizə köməkçi sözlər yardımcı olur. Köməkçi hərəkət bildirən sözlər. Onlardan biri də are-dır. Məsələn, keçən dərslərimizdən keçmişdik. What is your name deyirdik. Burada köməkçi hərəkət bildirən söz is-dir. Çünki your name birləşməsi ilə is işlənir. Ancaq burada you-dur, you-la da are işlənir. Burada siz üçün qayda kimi yazmışam. Bunu öz dəftərinizə qeyd edin. Bu önəmli bir şeydir. Sual cümləsi necə qurulur? Cümlədəki hərəkət bildirən söz önə keçir. Yəni bizim əslində cümləmiz təsdiqdə belədir. You are sad. Sən qəmginsən. İndi mən bunu suala çevirmək istəyirəm. Neynirəm? Köməkçi hərəkət bildirən sözü keçirdirəm cümlənin əvvəlinə. Yəni burada are keçirdirəm əvvələ. Digərləri də olduğu kimi qalır. Are you sad? Are you sad? Sən qəmginsən? Baxın, Azərbaycan dilində də elədir.
Sən, you'dur, qəmgin, sad. O sonda san var ha, sən, san. Onlar sözlərin sonunda yazılır bizdə. İngilis dilində əvvəldə yazılır. Biraz Azərbaycan dili ilə fərqlidir. Həmin o sonluq İngilis dilində olacaq are. Ona görə də nə edirik? Sual cümləsi quran zaman onu keçiririk əvvələ, qalan hissə isə olduğu kimi qalır. Bu qədər bugünkü dərsimizdə. Başqa nə suallarınız varsa kommentlərə yazıb bildirə bilərsiniz. Hələlik. Bye bye.